Salam uşaqlar. Salam. Əyləşin. Əsmanın içinə təqləməyir. Bir nəfər. Tamam. Deyərsən qeyd edirəm sənə gəlməyəni. Uşaqlar, bu günlərin dərsimizi sual qatarı ilə, sual yarışı ilə davam edirik. Sual qatarımız bu ilin sonuncu sual qatarıdır. Artıq 3-cü sual qatarımızı sizlə həyata keçirdirik. Və bugünkü sual qatarımızda biz sizinlə coğrafiya 7-ci sinif 2-ci hissənin bütün mövzularını əhatə edən suallarla həyata keçirdəcəyik. Yarışın sonunda kimin sona qaldığını müəyyən edəcəyik. O da qalib olacaqdır. Təbii ki, birinci qrup, yəni sıra-sıra dərsimizin birinci mərhələsini gedəcəyik. Sonra suallara cavab verən burada növbəti mərhələdə iştirak edəcəkdir. Uşaqlar, ikinci hissə kitaba aid olan, mövzulara aid olan suallar əlindədir, kart vəziyyətində və mən bu sualları qutumuzun içinə daxil edirəm. İndi birinci sıraya yaxınlaşacağım və birinci sırayla artıq dərsimizi başlamış olacağıq. Buyurun. Varışın miqdarı nə ilə ifadə olunur? Uşaqlar, sualı içəri qoymayın. Buyurun. Məskunlaşma ərazilər demək edilir, insanların yaşadığı ərazilər. Doğrudur. Buyurun, bırakalım. Hansı aylarda olur? Yəni, isti aylarda olur, yoxsa soyuq aylarda olur? Soyuq. Yaz və yay aylarında. Qəsəbə nədir? Kiçik yaşayış məskənləri. Nəyin arasında keçid rol oynayır? Hansı yaşayış Kənd, şəhər. arasında keçid rolu qəbul olunur? Neçənci ildə qədər Çin dünyada ən çox əhalisi olan ölkə idi. 1700 min oldu. Yox, neçənci ilə qədər dünyanın ən çox əhalisi olan ölkə idi. 2007. Yox, haqlı. 2022-2023-cü ilə qədər Çin dünyanın birinci yerdə ilə əhalisi sayına görə. Onlar hansı sayı boyunca yerləşir? Afərin. İnnovasiya nədir? Bilmirsən. Tamam. Birinci sırayla yekunlaşdırdıq. Doğru cavab verənlər əllərinizi qaldırın. 1, 2, 3, 4 nəfər doğru cavab veribdir. Birinci sıradan 4 nəfər növbəti mərhələyə keçir. İkinci sırayla davam edirik. Şəhərlər şəhəri hansı şəhərə deyilir? Bakı. Doğrudur. Çində əhalinin neçə faizi şəhərlərdə yaşayır? 64%. Afərin. Rural nəyə deyilir ki? Rural nədir? Bəli, kənd əhalisi, kənd yaşayış forması. Dünyada Azərbaycanda ən qədim yaşayış məskənlərindən biri hansıdır? Azərbaycanda Qobustan. Elə dünyada da Qobustan qədim yaşayış məskəni gelir. Doğru cavabdır. Böyük Qafqazda ardıcıl hansı iqlimə rast gəlinir? Ətəkdən zirvəyə doğru ardıcıllıqla hansı iqlim tipləri olur? Azərbaycanda 4 dənə iqlim tipi var. Ardıcıllıqla onlar necə gedirdi? Birini kömək edirəm. Yəni, səhra quruçur, sonra nə gələcək? Yəni, səhradan sonra mülayim istir, sonra soyuq, dağdır. Ən axırda dağdır. İnsanların məskunlaşdığı ərazilər hansı tiplərə bölünür? Şəhər, kənd. Doğrudur. Onlar necə adlanırlar? Ural, urban. Urban və rural. Rural. Tamam. Rütubətlik nəyə deyilir? Rütubətlik nədir? Yerdən danışmırıq. Havada olan sülük. Doğrudur. Öz sualı götür. Qrov hansı aylarda olur? Qrov qış aylarında. Bəli, doğru. Soyuq aylarda deyək. Doğrudur. Tamam. İkinci sıramızı yekunlaşdırdıq. İndi kimlər ikinci sıradan doğru cavab verdi, əllərini qaldırsınlar. 1, 2, 3, 4, 5, 6 bal qazandı. İkinci sıra birinci mərhələdən. Şəhər nəyə deyilir?
İnsanların sıx məskunlaşdırılması üçün. Dur. Neçənci ildə BMT-nin təşəbbüsü ilə Çin siyasətə başladı? 2000-ci ildə. Yox, siyasəti neçənci illərdə yürütməyə başladı? 1960 Və 1970. ay sağ ol. 1960. Qütb iqlim qurşağı hansı əraziləri əhatə edir? Quraq əraziləri. Soyuq əraziləri. Ay sağ ol. Azərbaycanda hansı iqlim tipləri yaranır? Azərbaycanda hansı iqlim tipləri var? Bayaq saydıq onları. Dünən yağmur. Quru və yarım səhra, mülayim isti, soyuq, dağ tundra. Doğru. Soyuq iqlim ölkəmizdə neçə metr yer əraziləri əhatə edir? Metrə qədər idi soyuq iqlim. Mən 1400-2700. Ay sağ ol. Qədər. Doğru. Azərbaycanda ən çox yağıntı arada müşahidə olunur. Lənkəranda. Hansı dağlar nətəylə? Dalış olur. Ay sağ ol. Kontinental iqlimin əsas xüsusiyyəti nədir? Kontinental iqlimin əsas xüsusiyyəti nədir? Bilmədim. Tamam. Üçüncü sırayla yekunlaşdırdıq. Üçüncü sıradan doğru cevap verenleri ellerinizi kaldırın. 1, 2, 3, 4, 5 nəfər. Üçüncü sıramız 5 bal kazandı birinci mərhələdən. Dördüncü sırayla devam edirik. Şarkıda nəsə bində mərhələ var? 30. Yox, doğrudur. Afşar Xızıqçı rayonu inkişaf Nəcahət rayonundan geri qalır Bakı. Tamam. İqtisadiyyat nələrdən ibarətdir? İqtisadiyyat daha çox şəhərlərdə olur, daha çox müasir həyatdan ibarət olur. Nələrdən ibarət olaraq olur? Nələrdən ibarət olur? Daşınma, istisam. Ay, istəyəm. Hazırlaşmamışam deyəsən axı görə. Niyə düşünəsin, necə oluşanlar? Bölgülər var, sınavdır. Hansılardır? Bunlar Yer kürəsi hansı iqlim qurşaqlarına? Neçə dənədir? 5 iqlim qurşağına bölünür. Hansılardır? dağ tundra, soyuq. Mülayim. Yox, o sən Azərbaycan deyirsən, dağ tundra. Dünyadan söhbət gedir. Dünyada 5 iqlim qurşağı var. Hansılardır? Nə? Hansılardır uşaqlar dünyada olan 5 iqlim qurşağı? De görün. Kontinental, quraq, qütb, tropik, mülayim. Devam edirik. İzoterik nədir? Nəyə gelir izoterim? En temperatura malik olan birləşmə nöqtəsi. Tam öyrənməmişsən. Hava alətləri ilə təchiz olunmuş qıtlaristdir, stresor. Doğrudur. Tamam. Dördüncü sırayla yekunlaşdırdıq. Zar sualın cevabını deyək ki 60-70% doğru cevap verdiğine göre onun sualında doğru götürdük. İndi dördüncü sıra doğru cevap verenler elin kaldırsın. 4 tane doğru cevabımız var. 4 bal kazandı dördüncü sıra. Birinci sıra ikinci mərhələyə dersimizi devam edirik. Doğru cevap verenler ellerini kaldırsınlar. Tamam. İkinci mərhələdə yalnız doğru cevap verenlere yakınlaşıram. Böyle ikinci defa doğru cevap verebiləcəklərmi? Yağış hansıncı hazırlanır? Yağış olacaq. Doğru. Yerden danışmayın. Antarktikada buzulları dünya buzullarının sıfırdır. Doğrudur. Buz sönüşləri nəyə deyilir? Ömər sönüşləri. Düzdür. Antarktidanın sahəsi neçə milyon kilometrdir? 14,2. Doğrudur. Deməli. İkinci mərhələdə, birinci sırada elə 4 şagirdin
dördü de en yaxşı hazırlaşanlar olmuş oldu ve dördü de doğru cevap verdi. İkinci sırayla devam edelim. Buyur. Kontinental iqlimin yağıntıları hansı aylarda düşür? Qış aylarında. Bulud necə əmələ gəlir? Su buxarı havada sıxlaşaraq soyuyur. Toplanır ve soyuyor. Ben size buyuruyorum. Topa buludlar necə yaranır? Ben necə temperaturda yaranır topa bulutlar? Necə? Yok. Topa bulutlar necə temperaturda yaranır? Necə yaranır? Yerden danışmıyorum. Yine. İsti temperaturlarda yuxarıya qalxaraq soyuyur. Özünün bulutla örtülü seviyesine göre bakacağız. Düz. Yere. Silikon vadisi adıyla Amerika Birleşmiş Ştatlarının Kaliforniyası. Düzdür. Bəşəriyyətin tarixində ən yüksək artım neçənci ildə başlanmışdır? 1950. 64. Yox, 2. 1960. 3. 63. İkinci sırayla ikinci mərhələni bitirdik və 6 şagirddən neçəsi doğru cavab vermiş oldu? 1, 2, 3, 4, 5 nəfər. 5 bal qazandınız ikinci mərhələdən. Üçüncü sırayla devam edirik. Üçüncü sıradan 5 nəfərimiz var. Buyur. Xəzər çölü hansı istiqamətdə? Əsir. Şimal. Buluddan düşməyən yağıntılar hansıdır? Şəhid, quraq, sıslar. Doğrudur. Nigerdə əhalinin sayı nə qədərdir? 28 milyon. Doğrudur. Hava proqnozu nə deyir? Havanın gələcək haqqında məlumatdır. Doğrudur. Urban nədir? Şəhid. Şəhərdə şimdi, düzdür, şəhərdə qalır. Üçüncü sırada doğru cevap verenler 5'inizden 5 bal kazanmış olduk üçüncü sırada. Dördüncü sırayla 4 neferle devam edelim. Ölçülər nə deyir? Havanın Necə təzyiqdə oldu? yuxarı təzyiqdən aşağı təzyiqə. Arzu. Mingəçevir əsaslı neçənci ildə qoyulur? 1950. Buyur. Dünyanın ən kəsb ölçəsi hansıdır? Bangladeş. Havanın elementləri hansılardır? Havanın elementleri hansılardır? Təzyiq, rütubət, bir də ki, təzyiq, rütubət, temperatur. Dördüncü sırada 4 şagirdin 4'ü de doğru cevap verdi. O zaman 4 bal kazanmış oldular. Ve bu merhelenin, dersimizin bu merhelesini tamamlayırıq. Birinci sıra 8 bal kazandı. İkinci sıra 11 bal kazandı. Üçüncü sıramız 10 bal kazandı. Dördüncü sıramız ise 8 bal kazandı. Buradan da məlum olur ki, en yaxşı hazırlaşan ikinci sıradır. Hatta ben diyerdim ki 5'e 5 cevap veren. Üçüncü sıranı da yaxşı hazırlaşan kimi ikinci yere koya bilərik. Belə. Uşaqlar, indi isə dersimizi sual qatarı ilə davam edirik. Birinci sırada olan 4 nəfər öne çıxır. İkinci sırada olan 5 nəfər öne çıxır. Üçüncü sıradaki 5 nəfər. Bir de dördüncü sırada olan 4 nəfər öne çıxır. Burada sual qatarını yaradırıq.